Salam. Gəlin bugün cəmiyyətimizdə ən çox yayılan, bəlkə də insanları ən çox qorxuya salan bir mifi darmadağın edək. Kimsə borcunu ödəyə bilmirsə, dərhal dəmir barmaqlıqlar arxasına göndərilir. Çoxumuz belə düşünürük, hə? Amma reallıq tamamilə başqadır. Bu izahlı materialımızda borc, məhkəmə qərarları və insan hüquqları arasındakı o incə cizgini aydınlaşdıracağıq. Yəni, doğrudanmı borca görə həbs ediləcəksiniz? Başlayaq? Yaxşı, gəlin məsələnin tam işinə girək. Baxın, sahibkarların, kiçik biznesi olanların, ümumiyyətlə sıravi vətəndaşların ən böyük qorxularından biri məhz budur. Təsəvvür edin, həyatdır, işlər tərs gedir və məhkəmə qərarını vaxtında icra edə bilmirsiniz. Beyninizdə dərhal bir siqnal yanır. Vəssalam, məni həbs edəcəklər. Amma bir dəqiqə, qanun doğrudanmı hər ödəniş edə bilməyəni cinayətkar kimi görür? Bunu anlamaq üçün biz sadəcə quru nəzəriyyəyə yox, dövlətin ən ali məhkəməsini belə ayağa qaldıran real bir hadisəyə baxmalıyıq. Hekayəmizin düz mərkəzində amma çox ciddi bir rəqəm dayanır. Düz 55 min manat. Bəli, bugün müzakirə edəcəyimiz o böyük hüquqi president iki xanım, Şəfiqə Həsənova və Aliyə Nurullayeva arasındakı bax bu nəhəng borc mübahisəsindən yaranıb. Təsəvvür edin, bir tərəf haqlı olaraq 55 min manatını tələb edir, digər tərəf isə nədənsə bunu ödəmir. Rəqəm böyükdür və təbii ki, gərginlik də pik həddə çatır. Məsələ artıq sadəcə pul davasından çıxır, kiminsə azadlıqdan məhrum edilməsi təhlükəsinə çevrilir. Bəs proses necə cərəyan etdi? İndi isə gəlin hadisələrin ardıcıllığına baxaq, çünki burada vəziyyət getdikcə qəlizləşir. Söhbət 2015-ci ildən gedir. Məhkəmə qərar verir ki, Həsənova bu borcu mütləq ödəməlidir, amma ödəniş edilmir. 2016-cı ildə icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə ona 10 günlük həbs cəzası verilir və o, bu cəzanı çəkir. Lakin əsl qəribəlik buradan sonra başlayır. Cəza bitir, amma ortada pul yenə yoxdur. Düz 18 ay sonra 2017-ci ildə icra məmuru tamamilə eyni səbəblə borclunu yenidən həbs etdirmək istəyir. Qanuni bir dejavu yaşanır, elə deyilmi? Və bu düyün böyüyərək 2018-ci ildə ölkənin ən ali orqanına, Konstitusiya Məhkəməsinə qədər gedib çıxır. Gəlin o qəliz hüquq terminlərini bir kənara qoyaq və məsələni sadə dildə izah edək. Axı niyə 2017-ci ildə məhkəmə borclunu ikinci dəfə həbs etməkdən imtina etdi? Səbəb çox sadə, amma çox vacibdir. Beynəlxalq hüquqda da, bizim öz qanunlarımızda da iki qat cəza qadağası adlanan fundamental bir prinsip var. İnzibati Xətalar Məcəlləsi lap açıq deyir ki, bir adamı eyni xətaya görə iki dəfə cəzalandıra bilməzsən. Xanım artıq eyni borca görə 10 gün yatmışdı axı. Məhkəmə də dedi ki, yox, biz onu eyni bahanə ilə yenidən içəri göndərə bilmərik. Bax, əsl hüquqi fırtına da elə buradan qopdu. Və burada əsl məhkəmə ping-pongu başlayır. Bəli, həqiqətən də başqa cür adlandırmaq olmur. Aşağı instansiya, yəni Xətai rayon məhkəməsi deyir ki, iki qat cəza olmaz, həbs edə bilmərik. Yuxarı instansiya, Bakı Apellyasiya Məhkəməsi isə bu qərarı ləğv edir və işi geri atır ki, xeyr, bir də baxın. Bu dramatik gediş-gəliş məhkəmələr arasında dəfələrlə təkrarlanır. Bir tərəfdə icra məmurunun inadı, digər tərəfdə hakimlərin fikir ayrılığı. Vəziyyət o qədər gərginləşir ki, Xətai rayon məhkəməsi, necə deyərlər, əllərini yuxarı qaldırır və işi birbaşa Konstitusiya məhkəməsinə göndərir. Deyir ki, xahiş edirik, bizə qəti bir söz deyin, bu adamı ikinci dəfə həbs etmək olar ya yox? Və nəhayət, sükutu pozan o tarixi qərar gəlir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məsələyə elə bir aydınlıq gətirir ki, əslində elə bu izahımızın da əsas nüvəsi budur. O, çox net şəkildə bildirir ki, məhkəmə qərarını icra etməmək avtomatik olaraq adamın dəmir barmaqlıqlar arxasına düşməsi demək deyil. Həbs refleks olmamalıdır. İcra məmurları mütləq başqa alternativ yollar axtarmalıdır. Yalnız və yalnız bütün digər yollar, bütün imkanlar tükənəndən sonra, bax o zaman o sərt tədbirlər və ya cinayət məsuliyyəti yada düşə bilər. Və bu qərar əslində nəyi göstərir? Çox dəqiq bir cizgi çəkir. Borcluları iki yerə ayırır. Bir tərəfdə təsəvvür edin ki, adamın həqiqətən ödəniş qabiliyyəti yoxdur. İşini itirib, xəstədir, yəni adam sözün əsl mənasında kasıbdır. Qanun onu sadəcə imkanın yoxdur deyə həbs edə bilməz. Burada avtomatik cəza yoxdur. Amma digər tərəfə baxaq, şəxsin pulu var, obyekti var, maşını var, amma bilə-bilə, inadla ödənişdən qaçır. Yəni, hərəkət açıq-aşkar qərəzlidir. Bax, həmin o qərəzi görəndə dövlət artıq yumruğunu masaya vurur və ən sərt tədbirlərə, hətta cinayət işinə qədər gedə bilir. Yaxşı, bəs kiminsə qərəzli olub-olmadığını necə biləcəyik? Axı bu, sadəcə hansısa məmurun mənə elə gəlir ki, deməsilə ola bilməz. Düzdür. Konstitusiya Məhkəməsi bunun üçün çox konkret, 4 bəndilik bir siyahı müəyyən edib. Birincisi, adam məhkəmənin verdiyi vaxta ümumiyyətlə məhəl qoymur.
İkincisi, ard-arda gələn rəsmi xəbərdarlıqları görməzdən gəlir. Üçüncüsü, artıq əvvəl buna görə cəza alıb, amma yenə vicinə deyil. Və ən əsası, borcu ödəmək üçün iş axtarmaq və ya nəsə satmaq kimi heç bir real addım atmır. Bax bu 4 amil üst-üstə düşəndə vəziyyət aydın olur. Məhkəmə anlayır ki, qarşısındakı adam çarəsiz deyil, sadəcə olaraq məkirlidir. Yəni buradakı ən həlledici məqam bilirsiniz nədir? Bizim Konstitusiya Məhkəməsinin qəbul etdiyi bu qərar göydən düşmə deyil. Bu birbaşa qlobal insan hüquqları standartlarına söykənir. İnsan hüquqları üzrə Avropa Konvensiyasının 4 saylı protokolu var, orada çox açıq yazılıb. Sırf borcunu ödəyə bilmədiyinə görə heç kimin azadlığını əlindən almaq olmaz. Yəni pulun yoxdur deyə get yat söhbəti yoxdur. Bizim ali məhkəməmiz də məhz bu beynəlxalq normanı götürüb yerli qanunvericiliyə tətbiq edir və bununla da vətəndaşların hüquqlarını sığortalayır. Bütün bu danışdıqlarımızı bir araya toplasaq, o 55 min manatlıq böyük davanın bizə öyrətdiyi yekun nəticə nədir? Əgər siz vicdanlı bir borçlusunuzsa, lakin həqiqətən real bir maliyyə fəlakəti yaşayırsınızsa, dərindən nəfəs alın, qanun sizi zindandan qoruyur. Sırf cibiniz boşdur deyə sizi həbs edə bilməzlər. Amma Şəfiqə xanımın işində olduğu kimi, əgər məhkəmə öyrənsə ki, sizin əslində imkanınız var, lakin bilərəkdən qərəzli şəkildə qanuna tabe olmaqdan qaçırsınız, bax onda oyunun qaydaları dəyişir və yeni məsuliyyətlər yaranır. Çünki qanun sizin kasıblığınızı deyil, qanuna olan hörmətsizliyinizi cəzalandırır. Sonda sizi çox düşündürücü, bəlkə də biraz fəlsəfi bir sualla baş-başa buraxmaq istəyirəm. Sizcə ədalət sistemi nəyi hədəf almalıdır? Boş pul kisəsini, yoxsa qərəzli şəkildə gizlədilmiş seyfi? Görürsünüzmü, dövlət burada necə incə bir tarazlıq qurmağa çalışır. Həm kreditorun öz halal pulunu almaq hüququnu qorumalıdır, həm də borclunun ən təməl insan hüquqlarını əzməməlidir. Ümid edirəm ki, bugünkü izahlı materialımız bu qəliz balansın necə işlədiyini sizə aydın şəkildə göstərə bildi. Düşünməyə davam edin, öyrənməyə davam edin. Növbəti görüşlərə dək, hələlik.